Herkese salam dostlar. Mənim kimi belə axışqan bir sufle eləmək istəyirsinizsə düz yerdəsiz. Kanalıma xoş gəlmisiniz. O zaman başlayaq reseptə. 3 nəfərlik tarif deyəcəm. Mən biraz böyük qab aldım burada. Serlə cızbız yap. Yaxşıca çırpdıqdan sonra 50 qram tərəyağını əridirik. İçərisinə isə belə 80 qram şokolad əlavə edirik. Çox möhtəşəm bir görüntü alınır. Yemək qaşığı kakao və bunu belə çırpıcı ilə qarışdırırıq. Düşmür. Bu arada mən hər şeyi göz qararı eləmiş ola bilərəm. Yəni birlə bunu qarışdırırıq. Görüntü möhtəşəmdir yəni. Qabınızı yağlayın və sobanıza əvvəlcədən alt-üst olaraq 200 dərəcədə qoşun. 2 çox tutdu, 4 tutdu, hətta 5 kişilik də ola bilər. Sufle kadar.